sizin o həmən qrupunuzda hansı ki istifadə vaxtı qızlar olur, qızlar da gəlirdi, yəni Bəli, bəli, qızlar da olurdu. Mənim öz bir yerdə istifadə eləyirdi hamı. hamı bir yerdə istifadə edirdi və yaxud da mənim qız dostum var idi. Yəni indi də dırnaq arası dostlar. Yəni istifadə yoldaşım belə deyək. Mən həmən qızla da istifadə edirdim. Yəni ümumiyyətlə qızla istifadə eləmək çox bərbad bir şeydir. Yəni sən narkotikdən qutara biləcəksənsə belə, sən o qızla istifadə edirsənsə, ömür boyu düşünmədən sən o narkotikdən qutararsan. Niyə? Sənə ancaq reabilitasiya kömək edir. Bəs bir sual soruşum sənə. Bu qızların arasında narkotik qarşılığında bariqalarla münasibətləri olanlar olur ümumiyyətlə? Qızların? Bəli, qızların həmən bariqalarla. Bəli, hansı ki, bəzi qızlar var ki, dibə çatanda, heç yerdən pul tapamayanda, ev onu uzaqlaşdıranda və o həmən qızlar, bəzi qızlar istifadə üçün həmən insanlarla ünsiyyətdə olurlar və yaxud da neyinsə qarşılığında ondan narkotik alırlar. Bəs yəni bu proses vaxtı siz oğlanlar münasibətiniz necə olur bu məsələyə? Yaxınçılıq olmur. Çünki yenə də təkrar edirəm, istifadə, narkotik hər şeyi dondurur. Yəni həmən qızlara münasibətiniz necə olur? Yəni bizdə mentalitet məsələsi var. Mən qızla prosta istifadə edirdim. Mənim heç nəyə həvəsim qalmamışdı ümumiyyətlə. O qədər hisslərimi o qədər dondurmuşdu ki, mən hansısa bir yas mərasimi olsun, mən orada gəlib ağlaya bilməzdim. Hansısa bir toy olsun, mən orada gəlib gülə bilməzdim. Hansısa qızla istifadə edeyim, mən onunla nəsə də gələk istifadə eləyəsən ki, nəsə hardasa gəlib ağlayasan, hardasa gəlib güləsən. Ümumiyyətlə istifadın olmadığı, sən konkret elə bir olsan robot. Yəni bilirsən nəyə görə soruşuram? Məsələn, belə normal vaxtı olsa, biz ona o qıza, yəni əxlaq çərçivələri çərçivəsində dəyərlər. Bir əxlaqsız kimi biz baxa bilərik də. Bəs o prosesdə necə olur? O qıza əxlaqsız kimi həmən o istifadəçi olanlar baxa bilir, yoxsa yox? Yoxsa o narkotik onu da dondurur? Əxlaqsız kimi baxırıq, amma bizə az fərq edir də. Gəlsin bizlə narkotik eləsin. Əxlaqsız oldu, olmadı, bizi üçün az fərq edir. Yəni qız məsəl üçün deyir ki, mən filankəsin yanındayam. Mənə lazımdır, olsun filankəsin yanında. Gələndə narkotik gətir. Yəni narkotik o qədər insanları zombiləşdirir. 100%. Dondurur, bütün nə istəyi qalır, nə ailəyə istəyi qalır, nə qohum-əqrabəyə istəyi qalır. Sənin ancaq istəyin bir dənə bir şey olur, o da narkotik. Qalan hər şeyə sənin istəyin olur. Sənin üçün bir dənə vacin olan şey narkotik olur. Mən nə olur olsun, mən narkotik. Başqa heç nə düşünmürsən. Narkotikdən başqa insan heç nə düşünmür. Yox, dondurursan. Bütün hissləri, fikirlər də xəstəlikdir də bu, yəni belə deyək. Elə fikirlərə gətirir çıxardır sən ki, sən ancaq fikrindən xəstə fikirlər seçir. Ancaq xəstə fikirlər fikirlər. Sənin bir dənə sağlam fikrin olmur. Kiməsə pul alım, atım, kimdənsə borc alım, qaytarmayayım, hardan gəlib oğurluq eləyə bilərəm, hardan yeyib tapa bilərəm, qızı məsəl üçün getsin, kimdənsə danışsın, eləsin, narkotik tapsın, gətirsin, bildiniz necə? Yəni o qədər. Belənçinə. Bəs qohumlarına sən öz narkotik istifadə elədiyin qızla, məsəl üçün, deyir, məsəl üçün, filankəsin yanındayım, mən oğul filankəsin yanında, gələndə, məsəl üçün, narkotik gətir, başa düşürsünüz. Yəni ona belə gedir insan. Ona belə gedir deyəndə ki, narkotik istifadə edən qızdır da, yəni. Bundan başqa nə gözləyirsən ki? Əli, bəs qohumların necə? Bildilər ki, sən bu istifadə müddətində sən narkotik istifadəçisisən. Açıldı bu ailədə, evdə, işdə, qohumlar arasında. Mən haçan ki, gəldim, çatdım dib nöqtəyə, mən 6 il, məsələn, istifadəmi bilməyiblər. İzlədə bilmirsən? Mən elə qarşı inan var idi ki, evdə də, yəni, mən ağıllarına belə gətirmirdilər də. Mən 6 il istifadəmi gizlətmişəm. Və gəldim, o istifadəni də necə edirdim? Yəni, nəşə çəkirdim, dərman atırdım və belə-belə, məsəl üçün, 1 gün eləyirdim, 2 gün eləmirdim, 3 gün eləyirdim, məsəl üçün, 4 gün eləmirdim. Belə-belə, gizlədirdim evdən. Amma mən haçan ki, gəldim, oturdum kakosla patiya, yenə də başladım gizlətməyə. Elə bilirdim ki, o birisilər kimi yenə də başlayacam da onu gizlətməyə. Nə vaxt ki, mən kakosla patiya başladım, mən gizlətsəm belə, onlar səni görürlər ki, sən şam kimi əriyib gəlirsən də, sən günü-gündən arıqlayırsan, sümüklərin çıxıb, sən gecələri yatmırsan, evdə aqressiv olursan,
nəsə deyirlər, acı cavab verirsən, yemək yemirsən heç günlərlə, məsəl üçün yemək yemirsən. Yəni rəftarın Rəftarın dəyişməyindən dəyişir də, bəli. Davranışların dəyişir. Bəs sonra necə oldu? Yəni evdəkilər necə, yəni bu reaksiya necə oldu? Necə qərara gəldi ki, mən gedim sağalmağa? Mən yəni elə bir həddə gəlib çatdım ki, mənim həmişə bir dənə içimdə ümid olub ki, mən nə vaxtsa sağalacam. Mən telefon satırdım. Mən hər dəfə çox vaxt elə bir vaxta gəlib çatdım ki, mən gecə məsəl üçün yerimə girəndə fikirləşirdim ki, nə az da olsa, yəni o bir dənə sağlam fikir mənə atırdı da. Yəni 10.000 dənə xəstə fikrim var idisə, bir dənə sağlam fikir atırdı ki, yəni bundan qurtarmaq lazımdır da. Mən necə eləyim bundan qurtarım? Yəni belə yaşayış olmaz da. Ondan pul al, bundan pul al, get filan yerdən oğurluq elə, səhər axşamdan, gecədən səhəri fikirləşdirən ki, mən gəlib səhər hardan tapacağam? Səhər zamanı işə gedəndə sən şapşabından çıxırsan bayıra, gəlirsən narkotik istifadəçisində ayıcamada baxıram ki, cəmaət qəşəng geyimdə, keçində işə gedirlər. Mən həmişə onları fikirləşirdim. Yəni mən niyə bu günə gəlib düşdüm də? Və mən telefonumun adını da satdım. Axşam gecə yerimdə uzandım, nə telefon var, nə bir şey, nə sabaha pulum var, heç nə yoxdur, heç nə qalmayıb. Ağız açası adam qalmayıb ki, filan qədər pul verib filan günü qaytaracağam. Heç kim yox idi. Elə bir momentə gəlib çatdım ki, bu mənim dip momentim idi. Mən evdəkilərə dedim ki, girdim birinci evdən evdəkilərin telefonunu götürdüm. Gecələr mənim telefonum yox idi. Evdəkilərin telefonunu götürdüm, baxırdım. Reabilitasiyalara baxırdım. Mən ümumiyyətlə digər bərpa yerlərinə inamım yox idi. Gedib hardasa müalicə alım. Niyə inamın yox idi? İnamım yox idi ona görə ki, mən ətrafımda eləyən narkotik istifadəçilərini görürdüm. Hansı ki, bərpa hatlarının indi adlarını çəkmirəm. Filan bərpa yerlərində olurlar. Amma çıxırlar 20 günə, 21 günə, yəni də istifadə edirlər. Mənim ona görə inamım yox idi ki, mən baxırdım ki, mən özümü tanıyan bir adam idim ki, yəni mən gedəcəm, ora çıxacam, bunlar kimi mən də gedib istifadə edəcəm. Yəni bunlar eləyirsə, ora gedib çıxıb istifadə edirlərsə, mən də ora gedib çıxıb istifadə edəcəm. Həm də maraqlanırdım oranın gedişatına. Deyirdilər ki, dərman verirlər, səni yatışdırırlar, səni ağrıdan çıxardırlar və tezdən çıxırsan bayıra. Bu yəqin ki, dispanser olub, yəqin reabilitasiya mərkəzi olmayıb. Yox, reabilitasiya mərkəzi deyildi. Dispanser. Ümumiyyətlə, digər bərpa yerlərdir. Mən də fikirləşirdim gözlüyümdə, yəni dərman atıb ağrıdan çıxıramsa, mən bunu zaten onsuz da bacara bilirəm də, evdə dərman atım ağrıdan çıxım. Yəni, məsələ ağrı məsələsi deyil. Və mən bir gün evdəkilərin telefonuna baxanda qabağıma reabilitasiya çıxdı. Hansı ki, bir-iki dənə reabilitasiya çıxdı. Və birində də gözümə 12 addım reabilitasiya mərkəzi sataşdı. Bura? Bəli. Aha. Onda bura binə atıcılıq mərkəzinin yanındaydı da, binədə idi onda. Tezə açılmışdı ora. Gözümə ora sataşdı, baxdım və başladım reabilitasiyalar haqqında maraqlanmağa, araşdırmağa. Gördüm ki, reabilitasiyadan çıxıb ayıq qalanlar var, hardasa birində məsəl üçün 10 il ayıqlığı var, birində 8 il ayıqlığı var, birində 5 il ayıqlığı var və mənim onda inamım yarandı. Mənə belə bir müalicə yeri lazım idi ki, belə bir adam lazım idi ki, hansı ki o həmən müalicə yerinə girib çıxsın, filan qədər ayıqlıq toplasın. Və mən də dedim ki, əgər bunlar girib reabilitasiyaya çıxırlarsa, birində 5 ildirsə, birində 10 ildirsə, значит mən də bunu bacara bilərəm. Və qabağıma məqsəd qoydum. 12 addım reabilitasiyasını araşdırdım. Evdəkilərə dedim ki, yəni o mərkəzə getmək istəyirəm və evdəkilər də tapdılar, danışdılar və gətirdilər, qoydular mənə Əkbər müəllimin yanına. Və odur, budur, mən ondan bu yana hal-hazırda yəni 3 ildə ayıqlığım var. 3 ildir ki, mən ayıq həyat yaşayıram. 12 addım reabilitasiya mərkəzinin sayəsində. Ən birinci növbədə təbii ki, Allahın sayəsində. Bir də mən fikrinizi öyrənmək istəyirəm ki, bu proses ki var, indi siz sağlam vəziyyətdəsizdə, siz özünüzə, yəni o dövrü fikirləşəndə, bu prosesdə problemi nədə görürsünüz? Yəni ətrafınızda, uşaqlarda, yoxsa ailənizdə, yoxsa şəxsi münasibətinizdə? Ən böyük problem mənim özüm idim və mənim xəstəliyim. Bu yəni xəstəlikdir.
Asıllıq. asılılıqdır. Yox, yəni məhəllədə uşaqlarda görürdünüz, yəni ətrafınızda konkret yəni ya uşaqlarda, ya ailədə, ya nə bilim. Səncə məsələn o uşaqlar olmasaydı, yəni normal bir sənin məhəllə uşaqların olsaydı, normal mühitdə olsaydı, yenə də gətirib narkotika çıxacaqdın? Bəli, çünki mən asılılığı özümdə formalaşdırmışdım ki. Mən hansı mühitdə oluram olum, yəni bu xəstəliyi mən özümdə yetişdirmişdim ki. Yəni Nurcan eşitmirsiniz, məsəl üçün idmançı uşaqlar var, bizdə də var, idmançı uşaqlardır və yaxud hansısa bir işdədir, power işindədir və yaxud hansısa işdədir, gedir narkotik istifadə edir. Niyə istifadə edir? Çünki o asılılığı özündə öncə formalaşdırıb. Fərqi yoxdur, sən dindarlarla oturub durursan, idmançılarla oturub durursan və yaxud da başqa bir sahədə hansısa uşaqlarla oturub durursan. Onda yəni belə çıxır, siz istənilən sahəyə asılır. Məsəl üçün azart oyun da yaza bilərsiniz, belə çıxır. 100%. Mən onsuz da yəni narkotik istifadə eləyə mən oyun da yazırdım. Aha. Əlaqəsi var eləmişəm. yəni, paralel gedir. Mən Pul ora tapmaq üçün yazırdınız, yoxsa pul tapmaq üçün mən elə olub ki, narkotikin ağrısında olmuşam. Mənim əlimdə 20 manat pul olub. Mən o 20 manatı gedib, yəni hardansa narkotik alıb öz vəziyyətimi düzəldə bilərdim. Amma mən daha artığını istəmişəm deyənə, o 20 manatı yatırmışam oyuna O da gedib. və o da gedib. bir də qeyd edərsiniz ki, ailəniz xəbər tutandan sonra pulun axışı dayandı sizə, yəni ailədən gələn pulun axışı dayandı, yoxsa davam edirdi? Bəli, o çox vacib bir mövzudur. Yəni mən elə ailələr tanıyıram ki, uşağın narkotik istifadəsini bilir, yenə də ona pul verir. Uşaq müəyyən bir hərəkətlərlə evinə alladır. Məsəl üçün, sən mənə pul verməsən, mən gəlib hardansa oğurluq eləyəcəm, mən özümü kəsəcəm və ana-ata qorxur, başlayır uşağa pul verir, uşaq da uşağın istifadəsini uzadır. Mənim, yəni evdəkilərim mənə daimi pul versəydi, mən niyə narkotik təchizim ki? Mən niyə aparım telefonumu satım? Mən niyə hardansa oğurluq eləyim? Bildiniz necə? Mənim, yəni ailəmin burada çox böyük rolu var idi. Cavab yəni kəsildi. Təmiz kəsildi mən. Mən evdən gəlib pul istəyəndə mənə vermirdilər. Ay özümü kəsəcəm, ay gəlib oğurluq edəcəm. Atam deyir ki, get nə istəyirsən elə. Vəbşə sumkovu yığ, çıx evdən. Aha. Bildiniz necə? Yəni o məni sağalmağa yönəltdi. Onların o davranışı. Amma pristav, yəni o ata elə demir mənə. Mən atama nə vaxt gəlirəm, ata ağrıyıram. Mənə pul verməsən özümü kəsəcəm, özümü doğrayacağam. Ata da hər dəfə mən gəlirəm pul verir. Mən niyə evdən çıxmalıyam? Mən niyə gəlib oğurluq eləməliyəm? Hələ o pulu alıram, gəlirəm istifadəyə. Tezdən 2 saat, 3 saat keçir, gəlirəm atanın yanına, pul ver, yoxsa belə eləyəcəm, verir, gəlirəm istifadəyə. Burada ailənin çox böyük rolu var. Ailə konkret uşağa deməlidir ki, get nə istəyirsən elə. Prosesdə sizdən üz döndərənlər oldu, dostlarınız mı deyim, qohumlarınız mı deyim, yəni Biləndə ki, siz istifadəçisiniz. olduğu müddətdə. Yəni sizdən üz döndərib, yəni sizi axtarmayanlar, sizdən əlini üzənlər, belə bir proseslər oldu. Olanlar da oldu, olmayanlar da oldu. Sizi kim axıra kimi dəstəklədi? Heç üz döndərmədi sizdən. Mənim ailəm, Valideynləriniz. tək valideynlərim yoxdur, indi orada bibilər də var və ya digər ailə üzvləri də var. Yəni deyir, yəni nə olur olsun, sənin axıra kimi yanında dayanan ailən olur da. Yəni doğrudan da elə oldu. Siz hazırda evlisiniz? Xeyr, subayam. Bəs o vaxtda istədiyiniz, yəni normal, yaxşı istəyən oldu bir qız var idi, istədiyiniz, sevgiliniz belə. Qız olub, narkotik istifadəsinə görə mən uzaqlaşırdım ondan. Siz uzaqlaşdınız, ya o uzaqlaşdı? Yox, o da uzaqlaşdı, mən də uzaqlaşdım. O, yəni qarşılıqlı oldu da. Necə qarşılıqlı oldu? Yəni o qız da yəni münasibətdə olduğum bir adamdır. Sənə istəyir hər zaman danışsın, səninlə hər zaman ünsiyyətdə olsun və mən də hər dəfə işim var falan vaxt danışarıq, 5 saata, 3 saata, indi əlimdə iş var falan vaxt danışarıq. Zət belə münasibət soyudu, uzaqlaşdıq. Bəs Əli, narkotika meyilli gənclərə və onların valideynlərinə sözünüz nədir? Valideynlərə sözüm odur ki, narkotik istifadə hansısa yaxınımızın əgər narkotik istifadəçidirsə, buna konkret maşın vermək lazım deyil.
pul vermək lazım deyil. Yəni uşağın müəyyən narkotik istifadəsinin müəyyən manipulyasiya deyirlər də, manipulyasiyalar olur ki, evi manipulyasiya edib pul alırlar. Və yaxud da qeyd elədim, filan yollara əl atırlar və valideyn də qorxur, uşağa pul verir. Və konkret həmən uşaq, yəni narkotik istifadə edən uşağı, əgər bilsə ki, narkotik istifadəsidir, mütləq reabilitasiyaya yerləşdirməlidir və onun konkret, yəni pulunu kəsməlidir. Kəsməlidir ki, uşaq gedib dib yaşasın. Əlində olan telefonu mu deyim satsın, saatı mı deyim varsa satsın. Uşaq dib yaşamalıdır ki, ona çatmalıdır ki, mən hara gedib çıxıram. Axırım nə olacaq? Axırım nə olacaq? O gedib müəyyən insanlardan pul istəməlidir, borc istəməlidir. Ev məcbur verməyəndə evi, o narkotik tapmaq üçün gəlib borc alacaq, telefonunu da satacaq, saatını da satacaq və belə-belə diblər yaşayacaq. O uşaq dib yaşamalıdır. Əgər evdən gəlir yeri varsa, o uşaq dib yaşamayacaq. Çünki hər dəfə evdə var. Hər dəfə mən narkotik istifadə eləyəndə, eləmək istəyəndə gəlib evdən pul ala bilərəm. Biz çox müsahiblərimiz bilir ki, dib yaşamalısan, çıxmaz vəziyyətə düşməlisən ki, oradan qurtulmaq istəyib, sağalmaq istəyəsən. Dib yaşamaq, yəni elə bir şeydir ki, sən liboy bir narkotik istifadə eləyəndə sən həmən narkotiklə dib yaşaya bilərsən. Yəni ola və bilər yaxud mən tutalım, nəşə istifadə edəcəyəm, kakos patı eləmirəm. Və yaxud psixotropik dərmanlar atıram. Mən onu da tapmaq üçün, o da narkotik taxır. Mən onu da tapmaq üçün gəlirəm, pul axtarıram. Filan kakosla patını istifadə eləmək üçün də pul axtarıram. Çox sağ olun.